Benim adım Şəhriyar Nəsirovdur. Hal-hazırda Waterloo Üniversitetində professoram. 1-2 ay müddətində bu Waterloo Üniversitetində işə başlamışam. İlk öncə uzun müddət Çilidə professor olaraq davam etdirmişəm. Hal-hazırda bu Waterloo'da Azərbaycan evinin olmağı haqqında əməkdaşlıqdan xəbər tutdum. Həm də eyni zamanda uzun müddətdir ki, Azərbaycan Diaspora Komitəsi ilə sıx əlaqədəyəm. Yəni belə bir konsepsiyanın başqa ölkələrdə tətbiq olunduğunu məlumatlıydım. Çox şad oldum ki, belə bir yeni bir bu fikir burada reallaşıb. Yəni həqiqətən çox əla bir imkandır. Azərbaycanlı, yəni böyük bir kültürü, yəni eyni mədəniyyəti, kültürü paylaşdığımız insanlarla həftə sonu deyim və yaxud hansı imkanlarda bir araya gəlmək. Mənim də 2 övladım var. Çalışırıq ki, imkanımız olduğu təqdirdə həftə sonları deyək, hansı bir eventlərin təşkil olduğu müddətdə, yəni həmin evdə iştirak edək. Çox şadıq, həqiqətən adam özünü uzun Azərbaycandan uzaq olsa da özünü Azərbaycanda bir növ hiss edir. Yəni həm vətənlərlə eyni dili bölüşmək, eyni yəni mədəniyyəti bölüşmək həqiqətən çox əladır. Yəni mən də təşəkkür edirəm bu ideyanı reallaşdıranlara, iştirak edən insanlara öz minnətdarlığımı bildirirəm.